Salam əziz şagirdlər, bildiyiniz kimi Dövlət İmtahan Mərkəzi tərəfindən 3-cü qruplar üçün tarix fənnindən 20 sınaqdan ibarət test toplusu nəşr olunub və gəlin həmin testin ilk sınavına baxaq. Birinci sualda Azərbaycanda Ərəb əsarəti dövrü, Əməvilər dövrü və Abbasilər dövrünü soruşur. Biz uyğunluğu müəyyənləşdirməliyik. Bildiyiniz kimi Azərbaycan 7-ci əsrdən başlayaraq 9-cu əsrə qədər Ərəb xilafətinin tərkibində olub. Əməvilər dövrü bildiyiniz kimi 661-ci ildən 750-ci ilə kimidir. Abbasilər dövrü isə 750-ci ildən başlayır və 9-cu əsrin ikinci yarısına qədər biz xilafətin tərkibində olmuşuq. Beyləqanda müsafirin başçılığı altında üsyan baş verib. Bilirsiniz ki, üsyan Əməvilər dövründə, yəni 748-ci ildə başlayıb. Demək, 1-ə A uyğundur. O zaman A bəndi səhvdir, C bəndi səhvdir. Xəzər xaqanlığı ilə ilk toqquşmaların baş verməsi 7-ci əsrin 40-cı illərinə aiddir və bu ilk xəlifələrin dövrünə düşür və B də səhvdir. O zaman D bəndi də səhvdir. Əhalinin siyahıya alınması, vergilərin artırılması. Bəli, 725-ci ildə bilirsiniz ki, Əməvilər əhalini siyahıya aldılar və vergiləri artırdılar. Demək, 1-ə A-C uyğundur. 2-yə baxaq. Abbasilər dövrü Dəbilin Ərəb əmirliyinin mərkəzinə çevrilməsi. Bilirsiniz ki, ərəblər Azərbaycanı işğal etdiyi ilk dövrlərdə 7-ci əsrdə Ərəb əmirliyinin mərkəzi Dəbil idi. Daha sonra 705-ci ildə Dəbildən məhz Bərdəyə köçürüldü və bu ilk xəlifələrin dövrünə aiddir. Demək, A səhvdir. Hərbi qənimətə görə xums vergisinin ödənilməsi. Bəli, xums vergisi hərbi qənimətə görə alınırdı. B düzdür. Xürrəmlərin Həştadsər döyüşlərində məğlub edilməsi. Xeyr. Bilirsiniz ki, Həştadsər döyüşləri Abbasilər sülaləsi dövrünə aid olsa da 829 və 836-cı illərdir. Amma bu döyüşlərdə Abbasilər yox, Xürrəmlər qələbə qazanıb. Demək, C də səhvdir, A da səhvdir. 1-ə olacaq A, C, 2-yə B. Daha sonra ikinci sualda bizdə göstərilənlərin aid olduğu şəhəri müəyyən edin. Albaniya dövlətinin paytaxtlarından biri idi. Azərbaycanda Ərəb əmirliyinin, Ərəb canişinliyinin mərkəzi olmuşdur. Bildiyiniz kimi Albaniya dövlətinin paytaxtı Qəbələ və Bərdə şəhəri olub. Amma həm Albaniyanın paytaxtı, həm də ki Ərəb əmirliyinin mərkəzi Bərdə şəhəri idi və Bərdə şəhəri də Göyçə gölündən şərqdə 4-dədir. Və doğru cavabımız D bəndi olacaq. Daha sonra 3-cü sualda eramızdan əvvəl 1-ci əsrin 60-cı illərində Roma qoşunlarının Azərbaycana yürüşlərinə aiddir. Eramızdan əvvəl 1-ci əsrin 60-cı illəri Roma qoşunlarının Azərbaycana yürüşlərinə aid hadisəni istəyir. Fraspa döyüşü bilirsiniz ki, eramızdan əvvəl 36-cı ildədir və bu 60-cı illər yox, 30-cu illərə aiddir. Albaniya və Roma hərbi qüvvələri arasında döyüşlərin baş verməsi. Bəli, eramızdan əvvəl 1-ci əsrin 60-cı illərində, yəni eramızdan əvvəl 66 və 65-ci illərdə eramızdan əvvəl Kür sahili və Qanıq döyüşləri baş verib. Bu düzdür, B bəndi. Daha sonra 4-cü sualda daha sonra baş vermişdir. Kutilərin Akkad dövlətinin varlığına son qoyması eramızdan əvvəl 22-ci əsrə, yəni 3-cü minilliyin ikinci yarısına aiddir. Eramızdan əvvəl 22-ci əsr. İskit Sak tayfaların Azərbaycan axınının başlanması eramızdan əvvəl 7-ci əsrin əvvəllərində baş verib. Azərbaycanın cənubunda dövlət qurumlarının meydana gəlməsi, söhbət Aratta, Lullubi, Kuti dövlətlərindən gedir və Aratta dövləti eramızdan əvvəl 3-cü minilliyin birinci yarısında yaranıb. Manna adını ilk dəfə qaynaqlarda bilirsiniz ki, Assur mənbələrində 9-cu əsrdə 843-cü ildə çəkilib. 843 eramızdan əvvəl. Daha sonra paytaxt İzirtunun Assuriya hökmdarı Aşurbanipal tərəfindən dağıdılması eramızdan əvvəl 650-ci il ilə aiddir. Bizdə daha sonra baş verən hadisəni istəyir. O zaman eramızdan əvvəl ən kiçik rəqəm, ən gec baş verən hadisə olacaq. Demək ki, burada da zaten A, C və ümumiyyətlə uyğun gəlmir. B ilə D-ni də silirik və burada ən tez baş verən, ən gec baş verən hadisə Y bəndi olur.
Ərəb xilafətinin hakimiyyətə gələn Əməvilər sonrası vergi siyasətini getdikcə sərtləşdirdi. Yerli əhali ilə ərəblər arasında fərqlərin qoyulması əsarət altında olan xalqların xilafətə qarşı çıxışlarının baş verməsinə səbəb olurdu və belə çıxışlardan birinə də Azərbaycanda Müsafir başçılıq edirdi. Mətndə bəhs edilən hərəkat başçısı ilə Babək Xürrəmi arasında olan ümumi cəhəti müəyyən edin. Yəni, Müsafirlə biz Babəkin oxşar cəhətini müəyyənləşdirməliyik. Əməvilərin, ümumiyyətlə, bilirsiniz ki, Xürrəmilər üsyanı Əməvilər yox, Abbasilər dövründə başlayıb və bu ümumiyyətlə yanlış olacaq Əməvilər sürəsinə qarşı baş verməsi. Üsyana 8-ci əsrin ikinci yarısında başçılıq etmələri, Babək bilirsiniz ki, 816-cı ildən Xürrəmlər üsyana başçılıq edib və bu da 8 yox, 9-cu əsrə düşür. Mübarizəyə Araz çayından cənubdakı ərazilərdə başlamaları, Müsafir üsyanı bildiyiniz kimi Beyləqanda baş verib və Beyləqan da Araz çayından cənubda yox, şimalda yerləşir. Ərəb əsarətindən azad olmağa çalışmaları, bəli, hər iki üsyan məhz ərəb zülmünə, ərəb işğalçılıq siyasətinə qarşı baş vermişdir. Məzdəkilərin ideya davamçıları olmaları da təkcə bilirsiniz ki, Xürrəmlər üsyanına aiddir. Daha sonra 6-cı sualda erkən Tunc dövründə Azərbaycanda kollektiv dəfn etmə meydana gəldi. Bəli, elə A bəndi düz olacaq. Ölü yandırma və kollektiv dəfn etmə meydana gəldi. Manna dövlətinin tarixində eramızdan əvvəl 7-ci əsrin 70-50-ci illərində baş vermiş hadisələri müəyyən edin. Bilirsiniz ki, 7-ci əsrin 70-50-ci illərində, yəni eramızdan əvvəl 675-dən başlayaraq eramızdan əvvəl 675-dən 650-yə qədər həmin dövrdə Mannanı Ahşeri idarə edib və Ahşerin hakimiyyət dövründə Ahşeri Assur torpaqlarına hücum edib, düzdür. Xalq üsyanı nəticəsində hökmdar Ahşeri elə 650-ci ildə, yəni 7-ci əsrin 50-ci illərində öldürülüb. Bu da düzdür, elə doğru cavabımız çıxacaq burada B bəndi. Daha sonra hadisə və nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. Cavanşirin öldürülməsi və Mehranilər soyasının hakimiyyətinə sona çatması. Cavanşir bilirsiniz ki, 681-ci ildə öldürülsə də Mehranilər 705-ci ildə süqut edib. Bu səhvdir. 1-ci Həmədan döyüşü ərəblər Xürrəmləri məğlub etdi. Xeyr, 1-ci Həmədan döyüşündə bilirsiniz ki, Babək Xürrəmi qələbə qazandı 830-cu ildə. Bu da yanlışdır. Abbasilər sülaləsi hakimiyyətə gəldi, Azərbaycan əhalisindən cizyə vergisi alındı. Xeyr, cizyə vergisi ilk xəlifələrin dövründən Azərbaycan əhalisindən alınırdı. Ərəblər Azərbaycanı işğal etdi. 643-cü ildə bildiyiniz kimi Cənubi Azərbaycan Mərzbanindən müqavilə imzaladılar və həmin dövrdən əhalidən cizyə vergisi alınırdı 4 xəlifənin dövründən. Urnayrın Albaniyada hakimiyyətə gəlməsi, xristianlığın dövlət dini olması. Bəli, bilirsiniz ki, Urnayr 313-cü ildə Albaniyada xristianlığı dövlət dini elan etmişdi. Doğru cavabımız D bəndi olacaq. 9-cu sual. Qədim Atropatena və Albaniya dövlətlərinin mədəniyyətinə aid oxşar cəhəti müəyyən edin. Bəzi şəhərlərin ayrı-ayrı hökmdarlar tərəfindən salınması. Bəli, bilirsiniz ki, Albaniyada və Atropatenada şəhərlərin yaranması haqqında qeydlərdə şəhərlər məhz ayrı-ayrı hökmdarlar tərəfindən salınması qeyd olunur. Daha sonra ölkə ərazisində Yunan mədəniyyətinin yayılması, bəli, hər iki dövlət Yunan elli mədəniyyətinin təsirinə məruz qalıb. Yəni doğru cavabımız 1-2 çıxacaq, B bəndi olacaq cavabımız. Daha sonra 10-cu sual. Manna hökmdarı Ahşeri ilə Atropatena hökmdarı Artabazad arasında ümumi cəhət. Müttəfiqi olduqları dövlətlərlə münasibətlərin pozulması. Manna hökmdarı Ahşeri bilirsiniz ki, İskitlərlə ittifaq bağladı. Atropatena hökmdarı Artabaz da daha sonra Roma ilə münasibətləri qurmuşdu. Ahşeri Assurdan üz döndərib İskitlərlə müttəfiq olmuşdu. Yəni müttəfiq olduğu dövlətdən üz döndərmişdi. Artabaz da əvvəl Parfiya ilə müttəfiq olsa da, daha sonra Parfiyanın işğalçılıq siyasətinə görə ondan uzaqlaşdı və Roma ilə yaxınlaşdı. Hər iki hökmdar öz əvvəlki müttəfiqlərindən uzaqlaşıb, həmin müttəfiqlərlə münasibətləri pozub, digər dövlətlərlə
müttəfiq əlaqələri qurublar. 11-ci sual. Eramızdan əvvəl 6-cı əsrə aiddir. Midiya dövlətinin Assuriya əsarətindən tamamilə azad olunması. Bildiyiniz kimi Midiya Assur əsarətindən Qaştayatın dövründə eramızdan əvvəl 672-ci ildə, yəni 7-ci əsrdə azad olunub. Bu səhvdir. Manna dövləti ilə Assur arasında Sirdaqqa müqaviləsi eramızdan əvvəl 714-cü ilə, yəni 8-ci əsrə aiddir. Bu da səhvdir. Urmiya gölü ətrafında İskit dövlətinin yaranması. İskit dövləti Urmiya gölü ətrafında yaranmayıb, həm də İskit dövləti eramızdan əvvəl 7-ci əsrdə yaranıb. Bu da səhvdir. Azərbaycan torpaqlarının Əhəmənilərin əsarəti altına düşməsi. Bəli, eramızdan əvvəl 550, yəni 6-cı əsrdə yaranmış Əhəmənilər dövləti daha sonra Azərbaycan ərazilərini işğal etmişdi. Makedoniyalı İskəndərin yürüşləri də 4-cü əsrə aiddir. Albaniya dövləti Arşakilər sülaləsinin hakimiyyəti dövründən fərqli olaraq Mehranilər sülaləsinin hakimiyyəti dövründə. Arşakilər bilirsiniz ki, 1-ci əsrdən 510-a qədər idarə edib Albaniyanı. Mehranilər də Varaz Qriqor 630-cu ildə Alban hökmdarı oldu və onlar 705-ə qədər bu dövləti idarə etdilər. Sasani dövləti ilə hər ikisi müttəfiq idi. Xəzərlərlə xilafətə qarşı ittifaq yaradılması xeyr. Mehranilər Xəzərlərlə yox, Bizansla xilafətə qarşı ittifaq yaratmışdılar. Ərəblərin hücumlarına qarşı mübarizə aparılması. Bəli, ərəblər bilirsiniz ki, 7-ci əsrin 40-cı illərindən başlayaraq Azərbaycana yürüşlər etməyə başladılar və həmin dövrdə Albaniyada artıq Mehranilər sülaləsi hakimiyyətdə idi və Mehranilər ərəb hücumlarına qarşı mübarizə aparmışdılar. Manna dövləti və İskit dövlətinə aid oxşar fərqli cəhət istəyir. Eramızdan əvvəl 7-ci əsrin 1-ci yarısında Assuriya dövlətinə qarşı mübarizə aparılması. Bildiyiniz kimi Manna Assura qarşı 7-ci əsrdə Aşşeri dövründə mübarizə aparıb. Aşşeri də 675-ci ildən 650-ci ilə qədər hakimiyyətdə olub eramızdan əvvəl. Və bu da 7-ci əsrin 1-ci yarısı edir. Aşşeri İskit hökmdarı İşbaka ilə müttəfiq edir və onlar ikisi bir yerdə Assura qarşı mübarizə aparırdı. Demək ki, A oxşar olacaq. O zaman B bəndi səhvdir, D bəndi səhvdir, C bəndi səhvdir. Daha sonra baxaq. Urartu dövləti tərəfindən ərazisinin bir hissəsinin işğal edilməsi. Mannanın bilirsiniz ki, ərazisinin bir hissəsi Urartu tərəfindən işğal edilmişdi. Demək, B Mannaya aiddir, yəni 1-ə B olacaq. O zaman Y də səhv olur və doğru cavabımız çıxır zaten. 2-yə C olacaq, İskitlərə aid. Altaydan Krım yarımadasından köç edən türklər tərəfindən əsası qoyulub. Və eramızdan əvvəl 7-ci əsrin 50-ci illərində Midiya üzərində eramızdan əvvəl 653-cü ildə yəni qələbə qazandılar və 28 illik İskit ağalığı dövrü başladı. Düzdür. Ərazisində elli mədəniyyəti, bilirsiniz ki, elli mədəniyyəti Azərbaycanda Atropatena və Albaniya ərazisində yayılıb. Azərbaycanda paleolit dövründən fərqli olaraq neolit dövründə əhali yığıcılıqla məşğul olurdu. Bu hər iki dövrə aiddir. Təbiət qüvvələrinə inam meydana gəldi. Bu paleolitə aiddir, amma bizə neolit dövrünə aid olan istəyir. İstehlak təsərrüfatı tamamilə formalaşdı. Bu da hər iki dövr üçün oxşar cəhətdir. Heyvanların ovlanmasında ox və kamandan istifadə olunurdu. Bəli, bilirsiniz ki, paleolitdə ox və kaman yox idi. Ox və kaman mezolitdə kəşf olundu və neolitdə də istifadə olunurdu. Bağçılıq və bostançılıqsa bilirsiniz ki, orta tünürdə yaranıb. Heç bir nə paleolitə, nə də neolitə aid deyil. 15-ci sual. Aşağıdakı verilən hadisələrin Albaniya dövləti üçün yekun nəticəsini müəyyən edin. 457-463-cü illərdə Albaniyada Sasani hakimiyyətinə qarşı azadlıq hərəkatı başladı. Hərəkat Sasanilər tərəfindən yatırıldı. Hökmdar 1-ci Vaçe uzaqlaşdırıldı hakimiyyətdən. Bilirsiniz ki, bu dövrdə hakimiyyətdə 2-ci Vaçe idi və o Sasanilərə qarşı azadlıq mübarizəsi aparmışdı. Sasanilər Albaniyanın daxili müstəqilliyinə son qoydular. Bəli, 463-cü ildə Sasanilər 2-ci Vaçeni hakimiyyətdən kənarlaşdırıb Albaniyanın daxili müstəqilliyinə son qoydular və Albaniyada 1-ci Mərzbanlıq dövrü başladı. Doğru cavabımız B bəndi olacaq. 16-cı sual. Müasir xəritədə ulduzla
qeyd edilmiş ərazinin Orta Tunc dövrünə aid səciyyəvi xüsusiyyətini müəyyən edin. Ərazi Naxçıvan ərazisidir. Erkən şəhər mərkəzlərinin meydana gəlməsi. Bəli, elə bilirsiniz ki, Orta Tunc dövründə erkən şəhər mərkəzlərinin yarandığı ərazilərdən biri də Naxçıvan 2-ci Kültəpə ərazisidir. Elə doğru cavabımız A olacaq. Daha sonra Əhəməni ağalığı dövründə Azərbaycanda Azərbaycanın şimalında ilk quldar dövləti meydana gəldi. İlk quldar dövlət bilirsiniz ki, eramızdan əvvəl 4-cü əsrdə Albaniya dövlətidir və o yarananda Əhəmənilər dövləti artıq süqut etmişdi. Kiçik Midiyada Qavmata üsyanı baş verdi. Bəli, eramızdan əvvəl bilirsiniz ki, 522-ci ildə Kiçik Midiyada kahin Qamat tərəfindən üsyan qaldırılmışdı. Doğru cavabımız B bəndi olacaq. Daha sonra 643-cü ildə ərəb qoşunlarının Cənubi Azərbaycana daxil olması nəticəsində bilirsiniz ki, 643-cü ildə ərəb qoşunları Cənubi Azərbaycana daxil oldular və Cənubi Azərbaycan mərzbanı İsfəndər ibn Fərruxzad məğlub edildi və onunla sülh müqaviləsi imzalandı 643-cü ildə. Elə doğru cavabımız A bəndi olacaq. 19-cu sual. Xəritədə paytaxtı ulduzla işarələnmiş dövlətin 3-4-cü əsrlərdə Cənubi Qafqaza hücumlarına aid doğru bəndi müəyyən edin. İşarələnmiş dövlət İtaliya, Romadır. Romanın 3-4-cü əsrləri və Cənubi Qafqaza hücumlarına aid bəndi biz müəyyənləşdirməliyik. Sasani dövləti ilə mübarizə aparılması. Bəli, Roma bilirsiniz ki, Sasani dövləti yaranandan, yəni 3-cü əsrdən Romanın süqutuna qədər, yəni 3-4-cü əsrlərdə Roma ilə mübarizə aparmışdır, müharibə aparmışdır. Bir düzdür. Demək, B, Y, D səhvdir. Maqnitsə döyüşündən qalib gələrək Albaniyanın bəzi Dizrav döyüşündə qalib gələrək Albaniyanın bəzi bölgələrini işğal etdi. 371-ci ildə bilirsiniz ki, Roma Dizrav döyüşündə Sasaniləri məğlub etdi və Albaniyanın bir sıra ərazilərini işğal etdi. Deməklə, A bəndi doğru olacaq. 1-2. 20-ci sual. Xilafətin Azərbaycanda həyata keçirdiyi iqtisadi siyasətə aiddir. Burada diqqətli olmalıyıq. Bizdən iqtisadi siyasəti istəyir. Yəni, sizin tapdığınızdakı A bəndi düz ola bilər, amma bu iqtisadi siyasətə aid deyilsə, demək ki, səhvdir. O yüzden həmişə sualların şərtini diqqətlə oxuyun. Sualın şərtində sizdən nə istənilir? Buna diqqətlə yanaşın. Sualı bilsəz belə səhv oxusaz və yaxud da diqqət yetirməsəz, bütün əziyyətiniz bada gedəcək. Ərəb tayfalarının Azərbaycana köçürülməsi iqtisadi siyasətə aid deyil. İqtisadi siyasət dedikdə həmişə ağlımızda pul, maliyyə canlansın və bütpərəstlərin zorla müsəlmanlaşdırılması bu da dövlətin dini siyasətinə aiddir. Öz siyasi hakimiyyətini möhkəmləndirməyə xidmət edirdi. Rabatların yaradılması yanlışdır. Bu da iqtisadi siyasətə aid deyil. Rabatlar bilirsiniz ki, hərbi məskənləri idi. Pul islahatına əsasən dövriyyədən Sasani və Bizans pullarının çıxarılması, bəli, bu dövlətin iqtisadi siyasətidir və iqtisadi olaraq xilafət həmin dövrdə Azərbaycanda bir sıra tədbirlər həyata keçirmişdi ki, onlardan biri də pul islahatına əsasən dövriyyədən əvvəlki dövrlərdə Sasanilər və Bizans dövründə olan pulların çıxarılması idi. 1-ci əsrdə Y-yə də baxaq istəyirsiniz. İlk xəlifələr dövründə əhali və əmlakının siyahıya alınması, bu da iqtisadi siyasət götürə bilərsə, amma əhalinin siyahıya alınması bilirsiniz ki, ilk xəlifələrə yox, Əməvilər dövründə olub 725-ci ildə. 1-ci əsrdə Albaniya dövləti üçün təhlükə törədirdi. Bizim eranın 1-ci əsrində. Roma Respublikası. Yenə diqqətli olmalısınız. Romada Respublika dövrü bilirsiniz ki, eramızdan əvvəl 509-cu ildən eramızdan əvvəl 27-ci ilə qədərdir. Yəni 1-ci əsrdə Romada artıq Respublika yox, imperiya dövrü idi. Və bu səhvdir. Alan tayfaları, bəli, alanlar bilirsiniz ki, 1-ci əsrdən başlayaraq 3-cü əsrə qədər Albaniyaya yürüş ediblər. Parfiya dövləti, bəli, Parfiya bizim eranın 20-ci ilində Atropatenanı işğal etdikdən sonra Albaniyada növbəti hədəf idi və hətta Albanlar Parfiya təhlükəsinə qarşı Roma ilə yaxınlaşmışdılar. 2-3 elə doğru cavabımız B bəndi olacaq.
22-ci sual. Alban hökmdarı Cavanşirin Xəzər xaqanlığı və Ərəb xilafəti ilə apardığı diplomatik danışıqların ümumi nəticəsi. Bildiyiniz kimi Cavanşir 662-ci ildə Xəzərləri məğlub etsə də, 665-ci ildə məhz Xəzər xaqanına məğlub oldu və ondan saziş imzaladı və xaqanın qızı ilə evləndi. Bu sazişə görə Xəzər xaqanlığından asılılığı qəbul etdi. Və 667-670-ci illərdə də Ərəb xəlifəsi 1-ci Muavə ilə görüşdü və danışıqların nəticəsi olaraq Cavanşir xilafətə tabe olur, xilafətin hakimiyyətini qəbul edir və öz daxili müstəqilliyini qoruyub saxlamağa nail olur. Demək, az səhvdir, çünki daxili müstəqilliyinə son qoyulmur. Cavanşir hər iki dövlətdən vassal asılılığı qəbul edir. Bəli, Cavanşir hər iki dövlətə tabe olur, hər iki dövlətdən asılılığı qəbul edir. Bu, hər iki dövlət üçün oxşar cəhətdir. Bəlkə də diqqətinizdən yayınan bir məsələdir. Əslində, bu sual sizə bunu bir daha xatırladır. 23-cü sual. Eyni əsrdə baş vermişdir. Cənubi Qafqaz uğrunda Sasani-Bizans müharibələri. Bildiyiniz kimi Sasanilər dövləti yaranandan 3-cü əsrdən öncə Roma ilə, sonra da onun varisi Şərqi Roma, yəni Bizansla müharibələr aparmışdı. Və bu müharibələr Sasanilər dövlətinin belə deyək də süqut etdiyi dövrə son illərə qədər davam etmişdi. Məsələn, 591, 629-cu ildə imzalanmış sülhlər var, bilirsiniz, sülh müqavilələri. Və məsələn, burada 6-cı əsri götürə bilərsiniz, 7-ci əsri, ümumiyyətlə 4-cü əsrdən başlayaraq götürə bilərsiniz. Alban sərkərdəsi Cavanşirin Sasani şahı tərəfindən mükafatlandırılması 636 Kadisiya döyüşüdür, yəni 7-ci əsrə aiddir. Savalan döyüşü 731-ci ildədir və bu da 8-ci əsrə aiddir. Arşakilərin hakimiyyətə gəlməsi Albaniyada 1-ci əsrə aiddir. Demək, eyni əsr 1-ci əsrdən sadəcə bir hadisədir, 8-ci əsrində bir hadisədir. Sasani-Bizans müharibələrini götürə bilərsiniz Cavanşirlə. Çünki müharibənin başlanmasını və yaxud da konkret bitməsindən bəhs olunmur. Zaten bitməsi 7-ci əsrə aiddir. Və Cavanşirin mükafatlandırılması da məhz 7-ci əsrdə həyata keçirilir. Manna və Midiya dövlətlərinə aid oxşar cəhəti müəyyən edin. Eramızdan əvvəl 6-cı əsrə süqut edib. Bəli, Manna eramızdan əvvəl 590, Midiyada 550-ci illərdə süqut edib. Bu düzdür. Əhməni hücumlarına qarşı mübarizə aparıb. Əhmənilər dövləti 550-ci ildə yaranıb və artıq Manna süqut etmişdi. Assuriya dövlətinə qarşı mübarizə aparıb. Bəli, hər iki dövlət Assuriyaya qarşı mübarizə aparıb, hətta müttəfiq olublar. Feodal münasibətləri yox idi. Bunlar quldar dövlətlərdir. Ateşpərəstlik Mannada yox idi. Eramızdan əvvəl 22-ci əsrin əvvəllərində Kuti dövlət qrupuna aid olanları seçin. İki çay arasında mövqeyinin zəifləməsi. Kuti dövlət qurumu 22-ci əsrin əvvəllərində yox, sonlarında artıq iki çay arasındakı hakimiyyəti zəifləmişdi. Akkad dövlətini bəli 22-ci əsrin əvvəllərində süquta uğratdı və həmin dövrdə Kuti dövlət qurumunu türk mənşəli sülalə idarə edirdi. Düzdür. Assuriya dövləti ilə siyasi və iqtisadi əlaqələr yanlışdır. 2-3 doğru cavabımız olacaq. Xronoloji ardıcıllıq. Atropatinanın Sasanilərə tabi olması 227-dir. Bilirsiniz, ərazi kimi tabi olmuşdur. Xilafət tərəfindən ərəblərin Azərbaycana köçürülməsi. Bilirsiniz ki, xilafət Azərbaycanı 7-ci əsrin 40-cı illərindən işğal etməyə başladı və onlar hissə-hissə ərəbləri özünə etnik dəyər yaratmaq üçün Azərbaycana köçürməyə başlamışdılar. Dizrav döyüşündə Albaniya itirdiyi torpaqları geri qaytardı. 387-ci ildə imzalanmış müqavilə ilə Roma ilə Sasani arasında imzalanmış müqavilə. Aquen kilsə məclisi 488-də çağırılıb. Demək, ardıcıllıq necə olacaq? Birinci 1 olacaq, sonra 3 olacaq, sonra 4 olacaq, sonra 2 olacaq. Eramızdan əvvəl 7-ci əsr, eramızdan əvvəl 6-cı əsr. Urartunun Manna ərazilərinə hücumlarına son qoyuldu. Eramızdan əvvəl 714-cü ildə Sirdakka müqaviləsindən sonra bilirsiniz, Assur Urartuya çox ciddi zərbə vurdu və Urartu bir daha Mannanın daxili işlərinə qarışa bilmədi. Bu 8-ci əsrə aiddir, demək ki, A ümumiyyətlə səhvdir. Azərbaycan ərazisində türk mənşəli dövlətin əsası qoyuldu. Eramızdan əvvəl 7-ci əsrdə bilirsiniz,
İskit padşahlığı yarandı və bu dövlət eramızdan əvvəl 7-ci əsrdə meydana gəlmişdi. Demək, 1-ə B uyğundur. İskit dövlətinin Midiya tərəfindən işğal edilməsi eramızdan əvvəl 590-cı ildədir. Midiya Mannanın, İskitlərin və Urartunun müstəqilliyinə son qoydular. Demək, bu da 6-cı əsrə aiddir. İkinci Kirin Mastagit tayfalarla mübarizədə öldürülməsi, bəli, eramızdan əvvəl bilirsiniz ki, 550-ci ildə 2-ci Kir Əhəməni dövlətini qurdu və o daha sonra eramızdan əvvəl 530-cu ildə məhz 6-cı əsrdə Mastagitlərlə döyüşdə öldürülmüşdü. Lullubi tayfa ittifaqının dövlət qurumuna çevrilməsi, Lullubi dövlət qurumu eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısında yaranıb. Bu ümumiyyətlə bu dövrə aid deyil. Daha sonra situasiya sualı. Situasiya sualında Məzdəklər hərəkatından bəhs olunur. Qeyd olunur ki, mənbədə bəhs edilən hərəkat, yəni Məzdəklər hərəkatı əvvəl mövcud olmuş hansı dini cərəyanın təsirinə məruz qalıb? Bilirsiniz ki, Məzdəklər hərəkatı məhz 3-cü əsrdə yayılmış Mani təlimindən təsirlənmişdi və daha sonra mənbədə bəhs edilən hərəkatın əsas ideyaları haqqında iki fikir söyləyin. Bilirsiniz ki, Məzdəklərin əsas məqsədi insanlar arasında iqtisadi, əmlak bərabərliyi yaratmağa çalışırdılar. Onlar çalışırdı ki, ədalətli cəmiyyət qurulsun və bu cəmiyyətdə hamı bərabər şəkildə yaşasınlar. İnsanlar arasında əmlak bərabərliyi olsun. Daha sonra deyir ki, mənbədə bəhs edilən hökmdarın hakimiyyəti yenidən bərpa etdikdən sonra hərəkat iştirakçılarına qarşı həyata keçirdiyi iki tədbir. Birinci Qubad, bilirsiniz, hakimiyyətini bərpa etdikdən sonra Məzdəklərə divan tutdu və hətta Məzdəki də edam etdirdi. Və beləcə 529-cu ildə Məzdəklər hərəkatı yatırıldı. Əziz şagirdlər, sizin üçün birinci sınağı izah etməyə çalışdım. Qaranlıq qalan məqamları qeyd edə bilərsiniz. Təklif, fikir, şikayət, rəylərinizi yazarsınız. Sağ olun, sağlıqla qalın.